Qiymətli cəmaət, sual olunur ki, fevral ayının 18-i, yəni bugün oruç tutmağa başlayan cəmaət özlərin hansı xeyirlərdən və faydalardan məhrum etdilər? Yoxsa elə onların etmiş olduğu bu əməl doğru və düzgündür? Əziz qardaşlarım, dəyərli bacılarım, fevral ayının 18-i, yəni bugün oruç tutmağa başlayan cəmaət ən birinci ölkəyə, cəmaata, əmir sahibinə müxalif olma cəzasını qazandılar. Cəmaata müxalif olub əks olmaq, xalqa, dövlətə, əmir sahibinə əks olub, müxalif olub, asi olmaq ən böyük günahlardan, ən böyük cəzalardandır. Onlar özlərinə bunu layiq gördülər. Eşidib itayət edib, cəmaatla, xalqla bərabər olub böyük mükafatlar, savablar qazanmaq əvəzinə özlərinə dövlətə müxalif olmağı, əmir sahibinə, əmir başçısına, cəmaata əks olma əməlin, günahın, haramın seçdilər. Allah Teala onları bağışlayıb, uca Allah əfv etsin. İkinci, cəmaat arasında fikir ayrılıqlarının, hərc-mərciklərin meydana gəlməsinə səbəb oldular. Görürsünüz, dünəndən bəri insanlarda suallar, şəklər, şübhələr oyanır. Biz oruç tutmağa nə zaman başlayacağıq? Axı bəzi cəmaat oruç tutub, bizlər qalmışıq. Biz xəta mı etdik? Oruclarımız sayılmadı mı? Səmimi dindarlar arasında, oruç tutub, namaz qılanlar arasında belə şək və şübhənin yaranmağına səbəb oldular. Dinimizdə də elə ən böyük günahlardan biri də insanlar arasında çaxnaşma salmaq, şək və şübhənin meydana gəlməyinə səbəb olmaqdır. Allah Teala bu cəmaatı bağışlayıb islah etsin. Üçüncü, mütəşabih olan, yəni hökmü, qaydası hamı tərəfindən açıq-aşkın bilinməyib, möhkəm hökmlərə, möhkəm ayələrə və hədislərə, yəni hamı tərəfindən açıq, aydın bilinib başa düşülən rəvayətlərə qayıtmadan əməl etdilər. Fitnəyə səbəb oldular və insanlar arasında fitnə, fəsad, çaşqınlıq yaratdılar. Allah Subhanahu və Teala onları bu əməllərinə görə bağışlayıb əfv etsin. Dördüncü, şək və şübhə günü oruç tutdular. İnsanların şək və şübhə içərisində olduğu gün, görəsən Ramazan bu gün mü başlayır, yoxsa sabah mı başlayır? Suallarının yarandığı gün oruç tutdular. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, şək və şübhə günü oruç tutan şəxs Əbul Qasimə, yəni Muhammed sallallahu aleyhi və səlləmə müxalif əks olmuş sayılır. Allah Teala bu cəmaatı bağışlayıb onları əfv etsin. Beşinci, bir gün məsciddə imamla birlikdə təravih namazı qılmaq əməlindən özlərini məhrum etdilər. Halbuki Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm bizlərə öyrədir, kim imamla birlikdə təravih namazı qılmağa başlayıb, imamla birlikdə təravih namazını qılıb bitirərsə, onun keçmiş günahları bağışlanar. Onun keçmiş günahları bağışlanıb əfv olar, özlərin bundan məhrum etdilər. Allah Teala onları bağışlayıb onları əfv etsin. 7-ci, 17-si niyyət etdilər, amma 18-i məscidlərdə təravih namazı qılmağa başlayacaqlar. Bu da açıq, aydın şək, şübhə və ixtilafa düşmələrinə səbəb oldu. Allah Teala onları bu ixtilafdan çıxartsın. 8-ci, məscidlərə hörmət qoymayıb, onları saymayan cəmaatlarla yaxın müvafiq oldular. Belə ki, ixvanlar və xavariclər məscidləri saymırlar. Onları tağutların yuvaları, məkanları hesab edirlər. Bu cəmaatlar isə məscidlərdən gələn fətvalara, hansı ki cümə günü elan olundu, ayın 18-i niyyət axşamıdır, İşa namazından sonra ilk təravihimizi qılacağıq, 19-u günü isə oruç tutmağa, Ramazana başlayacağıq. Bu fətvaya, bu sözə, bu kəlama etibar etməyərək özləri bildikləri kimi hərəkət etdilər. Məscidlərə elə bir növ saymamazlıq etdilər. Saymamazlıq, hörmətsizlik etdilər. İxvanlar və xavariclər məscidləri tağutların yuvası sayırlar. Məkanları hesab edirlər. Bu cəmaatlar isə onlara yaxınlaşaraq məscidlərdəki ibadətlərdən, verilən fətvalardan özlərinə sərf
edəni götürməklə əməl etdilər. Allah Taala bağışlayıb, uca Allah islah etsin. 9-cu, ayın 17-si oruç tutmağa başlayıb, niyyət edib 18-i oruç tutmağa başlayan şəxslər ölkəmizdəki iki əzəmətli savabın cəm olunmağından özlərini məhrum etdilər. Çünki bizim ölkəmizdə ilk öncə aya baxılır, ay müşahidə olunur. Şamaxı rəsədxanasından gələn rəyə əsasən Qafqaz Müsəlmanları İdarəsi fətva verir. Şamaxı rəsədxanası o rəsədxanadır ki, şərqdə ilk rəsədxanadır. Şərqdə ilk rəsədxanadır. İnşa olunub tikilən. Nəinki Azərbaycan dövlətimiz, hətta ətraf dövlətlər, hətta ərəb dünyası gəlib bu rəsədxanadan proqnozlar alırlar, məlumatlar götürürlər. Həm rəsədxanamıza əks müxalif olma cəzasını özlərinə layiq bildilər, həm də ölkə başçısına ölkə ilə birgə başlayıb, ölkə ilə oruç tutub bayram eləməyə özləri məhrum etdilər. 19-u oruç tutanlar hər iki savabı mükafatı götürəcəklər Allahın izni ilə. Həm rəsədxanadan gələn proqnoza əməl etmiş oldular, 19-u Allahın izni ilə Ramazan ayının birinci gündür, həm də ölkə ilə oruç tutub, ölkə ilə bayram eləmə savabını qazanacaq. Hər iki sünnə. 10-cu, insanlar haqqında pis zənnə və fikrə düşdülər. Belə ki, bəzi şəxsləri, başda Qafqaz Müsəlmanları İdarəsində oturan şəxslərə nalayiq ləqəblər qoşdular. Əlbəttə bunu sosial şəbəkələrdə olan paylaşımlarında görürük. Yaxud da onların paylaşımlarının altında cəmaatlarının yazmış olduğu şərhlərdən və izahlardan görürük ki, orada oturan dini qurumlara nə qədər pis ləqəblər və adlar qoşurlar. Yenə də özlərin kimlərisə qeybətini etmək, kimlərinsə haqqında böhtan şər danışmaq, kimlərisə incitmək günahlarına layiq gördülər. Allah Teala onları islah edib, onlara hidayət versin. 11-ci, Şamaxı rəsədxanasında oturan alimlər haqqında pis zənnə, pis rəyə düşdülər. Onları əstəğfurullah cahil olmaları ilə, şərab içmələri ilə və s. ittiham etdilər. Halbuki Allah Resulü sallallahu aleyhi və səlləm deyirdi ki, Əntum ə'ləmu bi əmri dünyakum minni. Siz dünya işləri məndən daha yaxşı bilirsiniz. Allah Teala buyurur, Fəsəlu əhlə zikri in kuntum la ta'ləmun. Əgər bilmirsinizsə bilənindən, əhlindən soruşun. Bu qədər ayələrin və hədislərin savablarından özlərini məhrum edib saxladılar. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm hicrət kimi əzəmətli bir ibadəti və əməli yerinə yetirəndə, Məkkədən Mədinəyə hicrət edəndə özlərinə Abdullah ibn Ureyqiti bələdçi olaraq götürmüşdülər. Baxmayaraq ki, Abdullah ibn Ureyqit İslamda dör idi, lakin işin əhli olduğuna görə onu dinləyib ona tabi oldular. Hələn bizdə Allah həmd olsun bu işləri icra edən şəxslər müsəlmandır. Min bəbul əvlə haqlarına girdiniz. Heç kafir haqqında, qeyri-müsəlman haqqında ona zülm edib onun haqqına girmək olmaz. Bir halda ki, sizin bunu etdiyiniz müsəlmandır və müsəlman insanlardır. Bu qədər xeyirlərdən özünüzü məhrum edib, hələ mənim ağlıma gəlməyən nə qədər xeyirlərdən özünüzü məhrum edib, insanlar arasında çaşqınlığa səbəb oldunuz. Allah subhanahu və teala'ya tövbə edib ondan bağışlanma istəyin. Allah Teala'dan islah umun. 12-ci, öz yazmış olduğunuz kitablara, öz keçmiş olduğunuz dərslərə müxalif oldunuz. Sizlər kitablarda yazıb tərcümə edirdiniz ki, ölkə ilə oruç tutub, ölkə ilə bayram etməyi alimlər buyurur, Quran və sünnə buyurur. Sizlər dərslər keçib, moizələr edirdiniz ki, ölkə ilə oruç tutub, ölkə ilə bayram etmək lazımdır. Kim ölkəyə, ölkə başçısına əks müxalif olursa, onlar xavariclərdir. Onlardan salamı kəsin. Onlar müxalif cəmaatdır. Hamısına həm mən, həm də sizin ətrafınızdakı insanlar açıq-aşkar şahiddirlər. Mənim çox gözəl yadıma gəlir ki, dövlətlə oruç tutmayanlara bizdə salamı kəsdirirdilər. Dövlətlə bayram etməyənlərdən bizdən salamı kəsdilər. İndi nə oldu, nə baş verdi ki, siz bu hala düşdünüz? Allah Teala sizləri bağışlayıb, sizləri əff etsin. 13-cü, insanları Məkkə, Mədinə ilə, alimlər ilə alladırsınız. Halbuki Məkkə, Mədinə alimləri, Səudiyyə Ərəbistanı alimləri və bütün alimlər, şeyxlər deyirlər ki, öz ölkənizlə oruç tutun, öz ölkənizlə bayram eləyin. Hər biriniz öz ölkənizə tabi olub, öz ölkənizlə gedin. Bax, mənim hələ ağlıma gələn xeyirlər və faydalar bunlar idi ki, hansı ki siz özünüzü bundan məhrum etdiniz, bu qədər zərərə, günaha saldınız, hələ nə qədər faydalar
faydalar və xeyirlər var ki, onlardan özünüzü saxladınız. Allah subhanahu və taala sizlərə elə bu mübarək Ramazan ayında tövbə edib Allah Taala'nın yoluna qayıtmağı nəsib etsin. Qurana, sünnəyə, sahabələrin, sələflərin yoluna dönməyə müvəffəq etsin. Allah Taala sizi həqiqətən də ölkə başçısını eşidib ona itaat elə. Onun ətrafında cəm olan sahabələrin, sələflərin və dinimizdəki bütün xeyirlərin hasıl olmağında sizi müvəffəq edib sizə asanlaşdırsın. Allah Taala ən doğrusunu, ən gözəlini bilir. Subhanəkallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.